Bir də onu demək istəyirəm ki, xəstələrinə bədəndə turşu, qələvi mühiti mütləq şəkildə tənzimləyin. Bax, demək, turşu mühitdə şiş hüceyrələri sürətlə artır. Qələvi mühiti sevmir şiş hüceyrələri. Onun üçün də, yəni orqanizmdə onu tənzimləyin. Bu xəstə insanlara aid deyil, bütün insanlara aiddir qələvi mühiti tənzimləmək. Çünki ət çox yeyən insanlarda, şirniyyatı çox yeyən insanlarda turşu mühit yaranır. Qələvi mühit pozulur. Ona görə də qələvi mühitə çevirmək lazımdır orqanizmi. Bəzi insanlar soda ilə tənzimləyir. Mən soda içmirəm. Çünki kimyəvi maddədir soda. Ona görə də mən içmirəm. Bir-iki dəfə içdim ondan əvvəllər başım çıxmayan vaxtlarda. Araşdırmağa hələ başlamışdım. Onda soda ilə qələvi mühit yaratmağa çalışırdım. Bir dəfə sodanın dozasını bir balaca çox elədim. Sıraz mədəm yandırdı, mədəm püskünə qoydu. Neçə gün mən elə mədəmi müalicə eləməklə məşğul oldum. Sonra mən artıq araşdırdım. Bizə lazımdır ki, pH dəyəri yüksək olan qidalar qələvi mühit yaratmaq üçün. Mən bu qələvi mühiti qidalarla əldə edirəm. Onların başında gəlir qırmızı kələm. Sonra gəlir ağ kələm, sonra gəlir brokoli, sonra gəlir gül kələm. Kələmin bütün növləri. Ən başında da gəlir qırmızı kələm. Hər gün qırmızı kələm çalışın yiyin, salatlarınıza qatın yiyin. O özü sizdə qələvi mühit yaradacaq. Mənim həkimim Allah şahiddir ki, özü deyir ki, yəni kaş bütün xəstələrim sənin kimi olar. Sən bədəndə pH-ı özün tənzimləyən adamsan. Bunu hansı xəstə eləyir? Eləyən yoxdur axı. Bunu heç maraqlanan yoxdur ki, buna tənzimləmək lazımdır bədəndə. Turşu mühiti bədəndən kənarlaşdırmaq lazımdır. Özdə nə yeyirsinizsə yeyin, kələmin bütün növlərini deyirəm, hamısını çiğ yeyin. Doğrayın bir dənə salat kimi qaba, üstünə xiyar, nə bilim, göyərtilərdən bütün hamısından. Şaxı da doğrayın ora, kərəviz də doğrayın ora, bunlar faydalıdır. Kişniş, şüyüt, bibər, hamısından. Kələmi də doğrayın, qəşəng oturun yeyin. O sizin bədəninizdə qələvi mühiti tənzimləyəcək. Heç vaxt ağzınızda turşuluq olmayacaq. Çünki həm də bunlar öd qovucudur. Güclü sürətdə öd qovur bunlar. Bu tərəvəzlər. Bax belə, mən bu xatırlatmaları mütəmadi eləyirəm ki, insanlar üçün faydalansınlar. Öz xəstəliklərini sağalda bilərlər. İnsan o halda sağalır ki, özünün həkimi olduqda, öz orqanlarını tanıdıqda, İnsan öz orqanını tanıdıqda artıq ona nə lazım olduğunu bilir. Bilir ki, mən buna nə versəm, mənim orqanlarım salamat olacaq. Yəni